Dəmə qoyduğumuzda həmən tökmürük. Və bir qədər aşı artıq mən dinləməklə hansı qərəldə, hansı mərhələdə olduğunu bilirəm Elnarə xanım. O yeni qoyulanda bir cür çırtıltı ilə qaynayır. Orta halda olanda bir cür, axır tam hazır olanda bir cür çırtıltı kəsir. Artıq qaynamaq kəsir. Çünki qazmaqlar qurudu, bişdi, qızardı, qaynamaq yoxdur. Və yağı da yenə soğana əlavə elədiyimiz kimi kənarda isidirik yağı. Möhkəm isindikdən sonra yağ cız eləməlidir. Dağ olan yağı aşın üzərinə əlavə edib aşı dəmə qoyuluq. Və şokoladlı desert hazırlayır Tural usta burada. Ocaqda 1 litr süt, 20 qram kakao, 60 qram un, 200 qram şəkər tozu qaynayır. Aha. Və süt artıq belə deyim də qaynara düşəndən sonra bunu hökmən, yəni tez-tez qarışdırmaq lazımdır. Çünki dibi yapışması. Tərkibində un olduğundan onun dibi yapışa bilər. Soyuq olanda, süt soyuq olanda yapışma qorxusu yoxdur. Amma artıq qaynamağa doğru gedəndə yapışmaması üçün tez-tez bunu qarışdırırıq. Mən burada elə bunu dayanım, qarışdırım da. O sürtkəcdən keçirdiyiniz nədir usta? Kakosu əvəz eləmək üçün şokoladdan. Aha, ağ şokoladlı sürtkəcdən keçirirsiniz. Elə başa düşürəm, qara şokolad da keçirdəcəksiniz. Əslində bəzək üçün bəli, keçirdəcəm. Bəs mənə ətri gələn sütlaşın qoxusudur. Sütlaşın qoxusudur. Karamel qoxusu. Karamel qoxusu gəlir. Bəli. Artıq sütlaşımızın üstü hazırdır. Qaynayır. Sobadan çıxardım. Üstəmə bura bir baxar. Temperaturda çünki dəyişdim bunu. Tamam. Problem mən yağın isinməyəcə lazım idi. Və şokoladlı desert üçün 1 litr süt, 20 qram kakao, 60 qram un, 200 qram şəkər tozu, 100 qram qatılaşdırılmış süt, 50 qram kərə yağı, 50 qram şokolad, 5 qram vanil lazımımız olacaq. Sütlaç üçün isə 1 litr süt, 250 qram şəkər tozu, 60 qram uzun düyü, 50 qram kartof nişastası, 5 qram vanil lazım oldu. Nə etdiniz? Əvvəlcə 1 litr südü, ocağın üzərində 250 qram şəkər tozu və 5 qram vanil ilə bir yerdə yaxşı-yaxşı belə deyək, qaynayandan sonra bu məhlul, yəni 1 litr süd, 250 qram şəkər tozu və 5 qram vanil yaxşı-yaxşı qaynadıqdan sonra üzərinə öncədən qaynatdığımız 60 qram uzun düyü və 50 qram kartof nişastasını suyla, bir qədər suyla bir məhlul hazırlayırsınız və onu əlavə edirsiniz sütlaşımızın üzərinə və təxminən dəqiqə yarım, 2 dəqiqə kimi ocaqda çırpma teli ilə qarışdırdıqdan sonra xüsusi qabları var onun, o qablara demək alüminium deyərdim qablar, saxsı da ola bilər. O qablara boşaldılır sütlaş və yüksək temperaturda həm də üzəri belə deyək də üst qatı, sobanın üst qatı yanması üçün qızdırması şərti ilə verirsiniz sobaya və üzəri həm ətri, karamel ətri verir, həm də üzəri belə, mən deyərdim, köz bağlayır. Qazmaq da yox, maraqlı bir görünüşü var. Bu belə olmalıdır. Bəli. Yəni bu bir balaca, mən temperaturu daha yüksək olduğuna görə bir balaca cüzi bir şey, yəni biraz daha tez çıxartmaq olar. Amma üst qatı biraz daha rəng eyni formada olur. Sadəcə olaraq qazmağı biraz daha bizdə burada temperaturu yüksək elədiyimdən biraz daha artıq qızarıb, amma bunun... Yəni bu yanıq deyil, belə olmalı. Bəli, belə olmalı. Belə olmalı. Əsas odur, əsas bilməmiz onu vacib şərtdir. Artıq bu da qaynamağa başlayandan sonra, həmən qaynamağa başlayandan sonra biz bunu ocaqdan götürürük kənara. Gəlin, istəyirsiniz, sizə mən taxta verib qoyun onun üzərinə. Buyurun, usta qoyun. Çox sağ olun. Dəyməz. Demək, bu şokoladlı desertdir. Bəli, daha sonra biz şokoladımızı, yəni bu pletka şokoladla da... Bütün şokoladı əlavə edirsiniz. Pletka şokoladla da əvəz edə bilər xanımlarımız. Kərə yağı. Sonra kərə yağımızı da əlavə edəcəyik. 50 qram kərə yağı. Burada biraz artıq olduğundan mən xaldan etdim.
100 qram da qatılaşdırılmış süd Bəli. olmalıdır. Və 5 qram vanil də vurulmalıdır. Artıq onu unun içərisinə atmışdım mən. 60 oradaydı. Bu şəkərparələrimizin dadına baxmaq olar. Olar. Hazırdır artıq. Mən sizə servis eləyərəm sizə. Mən axı səbrim çatmır sizlə. Mən özüm buradan götürürəm. Mən də gəl. Nə gözəl. Gəl, gəl. Əla. Ay Allah, mən desəm ki, mən ömrümdə belə dadlı şəkərpare yeməmişdim, mənə inanarsınız. Adı üstündə şəkərpare. Mən ilk dəfə də yeyirəm şəkərpare. Və ömrümdə bu cür dadlı şəkərpare yeməmişim, həqiqətən. Demək, qatılaşdırılmış südü əlavə etdik. Bəli. Daha sonra bunları qarışdırırıq. Soyması üçün kənarda bir balaca. Ha, demək, bu hamısı soymalıdır. Bəli, bəli. Eyb etməz. Soyandan sonra hazırdır. Soyandan sonra biz bunu yəni servis stakanlarına əlavə edəcəyik. Arasına krem şantimizi əlavə edəcəyik. Hətta. Hətta. Aha. Maraqlıdır. Və Facebookdan bizə yazan maraqlı SMS-lər arasında Aygünün SMS-ini oxumaq istəyirəm. Salam Elərə xanım, sizi, kollektivinizi və ailənizi bu gözəl gün münasibətlə təbrik edirəm. Bir də xahiş, verişin sonuna yaxın da olsa mahnı oxuyardınız. Çox təşəkkür edirəm təbrikləriniz üçün, çox sağ olun. İmran yazır Qurbanov, salam Elnarə xanım, sizi və ATV kanalında bütün işçilərini Qurban bayramı münasibət təbrik edirəm. Aleyküm salam, biz də qoşduruq bütün bu təbriklərə. Samit Heydərov bayramınız mübarək yazdı. Esmiral Dəliyeva, salam Elnarə xanım, bayramınız mübarək yazdı. Bu demək tavaya... Yox, bu sırf tez soyması üçündür. Bəli. Aha. Bəxşiş yazır Əzizov. Salam Elnarə xanım, necəsiz? Ustaları da salamlayıram. Bayramınız mübarək. Allah hər kəsin qurbanı qəbul etsin. Mənim adım Tərlandır, Xırdalan şəhərində yaşayıram. Mən və uşaqlarım sütlaşı çox sevirik. Tez-tezdə bişirirəm, ancaq sobada yox, qazanda. Əcəb edirsiniz. Valla mən bu qədər qayğıkeş ata ilə rastlaşanda çox sevinirəm. Mən 1 yaş 3 aylıq oğluma bu sütlaçı blenderdan keçirib yedizdirirəm. O da çox sevir, xahiş edirəm. Sobada hazırlanan sütlaçın hazırlama qaydasını təkrarlayardınız. Ay başımız gözümüz üstə, niyə təkrarlamırıq ki? 1 litr süt, üzərinə əlavə olunur 250 qram şəkər tozu, 5 qram vanil. Əvvəlcə bu filtənin üzərində süt qaynayana qədər yaxşı-yaxşı qarışdırırsınız. Süt qaynadı mı? Ondan sonra üzərinə öncədən qaynatdığınız 60 qram uzun düyünü və əvvəlcədən hazırladığınız 50 qram kartof nişastəsi və bir qədər su ilə əvvəlcədən hazırladığınız bir məhlulu üzərinə əlavə edirsiniz və təxminən dəqiqə yarım, 2 dəqiqə kimi ocaqda o çırpma teli ilə bir balaca da buluyursunuz ki, yapışmasın. Və salam sütlaç hazırdır. Ondan sonra alüminium qablar var xüsusi, saxsı da ola bilər. Onlara yerləşdirirsiniz, bax belə bu şəkildə. Yaxından göstərim, bu tamaşaçılarımız da görsün. Və verirsiniz sobada üst qatı yandırırsınız ancaq. Çünki bunun üstü, bax belə, bu, xahiş edirəm hər kəs bilsin, bu yanıq deyil. Bu, məhz bu rəngdə, bu ölçüdə, bax, bu cür olmalıdır. Qazmaq, üstü köz bağlamalıdır sütlaçın. Üst qatını yandırırsınız və bir 10 dəqiqə kimi 250 dərəcə temperaturda, ən yüksək maksimumda, sobanızda maksimum nədirsə, elə bir dərəcədə sütlaçı verirsiniz bişməyə. Bir 10 dəqiqəyə üstü köz bağladı mı və salam hazırdır, çıxardırsınız. Burada çox gözəl bir karamel ətri var, elə mən başa düşürəm, elə sütlaçın ətridir o. Və karamel ətri də gəlməlidir, biləsiniz ki, o yanıq deyil, yəni elə olmalıdır. Bu arada çığırtmamız da hazırdır deyəsən, eləmi? Bəli. Bu çığırtmamızın reseptini bir daha qeyd edeyim. Bu çığırtma plovdur. Bəli, Elnarə xanım. Tərkibində var 1 kiloqram uzun düyü, 1 kiloqram soğan, 1 kiloqram şabalıd, 150 qram albuxara, 150 qram kişmiş, 150 qram ərik qurusu, 200 qram kərə yağı, 20 qram zəfəran, 10 qram sarı kök, duz zövqə görə və 1 ədəd toyuq.
Qazmaq üçün lazımdır 1 ədəd yumurta, 1 xörək qaşığı xama, 100 qram kərə yağı, aparana qədər un. Nə gözəl və qara və ağ şokoladdan bəzək hazırladı usta, sürtkəcdən keçirməklə, yəni. Çox özünüzü çətinə salmaq da lazım deyil. Əlinizin altında olan hər vasitədən əslində istifadə edə bilərsiniz. Məsəl üçün, deyəlim ki, evdə çərəz bitib, qoz, fındıq, badam, fıstıq keçmədi əlinizin altına. O zaman adi belə, heç çox da lazım deyil, bir tikə. 30-40 qram balaca qara şokoladdan, elə bir o qədər də ağ şokoladdan sürtkəcdən keçirib bəzək hazırlaya bilərsiniz artıq şəkərparələriniz üçün. Yeri gəlmişkən, şəkərparəmizin tərkibində var 500 qram un, 2 ədəd yumurta, 1 çay qaşığı manna yarması, 5 qram qabartma tozu, 2 qram vanil, 1 çay qaşığı kakos, 150 qram şəkər kirşanı, 250 qram kərə yağı. Bunun hamısını bir-birinin üzərinə əlavə edib yaxşı-yaxşı qarışdırdıqdan sonra gördüyünüz bax bu formanı verirsiniz. İstər kürə şəklində, istər lüləcik şəklində bu formanı verdikdən sonra verirsiniz sobaya. Haradasa 100 dərəcə, öncədən 100 dərəcə qızdırılmış sobada onlar bir qədər özünü tutur, sonra temperaturu 180 dərəcəyə qaldırırsınız. Üzərinə də yumurtanın sarısından, bir də şəkər tozundan fırça ilə yaxırsınız ki, qəşəng o rəng, indi bax gördüyünüz bu qırmızı rəng ki var, o qırmızı rəng ki alıb, həmən o yumurtanın sarısı və şəkər tozunun hesabınadır. Çəkirsiniz, verirsiniz sobaya. 180 dərəcəyə qaldırırsınız temperaturu, bir 10-15 dəqiqə ərzində temperaturu qaldırdıqdan sonra bir 10-15 dəqiqə ərzində qəşəng üzü qızarır və salam hazırdır. Çıxardırırsınız və şərbət hazırlamışsınız təbii ki. Baxır sizin hazırladığınız şəkərparənin həcminə, ona görə də şərbət hazırlayırsınız. 2 stəkan su, 2 stəkan şəkər tozundan da ola bilər bu, 3 stəkan su, 3 stəkan şəkər tozundan da ola bilər. Şərbəti, qaynar şəkildə şərbəti və qaynar şəkildə şəkərparələrin üzərinə gəzdirirsiniz və buraxırsınız həm soymağa, həm də o şərbəti canına çəkməyə. Bir 10 dəqiqə o şərbəti tam canına çəkəndən sonra artıq qalan şərbəti süzürsünüz təkrar şərbət qazanına və salam şəkərparələriniz hazırdır. Üzərinə də ağ və qara şokoladdan gözəl bəzəklər vura bilərsiniz və yaxud da ki, qoz, fındıq, badam, fıstıq artıq zövqə görə arzu etdiyiniz şəkildə dekor verə bilərsiniz. Və budur, şokoladlı desertimiz hazırdır. Soyudu və badəmizə yerləşdirilir. 1 litr süd var tərkibində, 20 qram kakao var, 60 qram un var və 200 qram şəkər tozu. Bunların hamısı bir yerdə qarışdırmaq, bulamaq şərti ilə yaxşı-yaxşı qaynaya-qaynaya qarışdırılır. Süd ki qaynara düşdü və 5 qram vanili də vurursunuz bu arada. Süd ki qaynara düşdü, çəkirsiniz ocaqdan. Üzərinə 200 qram, yox üzr istəyirəm, 100 qram qatılaşdırılmış süd, 50 qram kərə yağı və 50 qram şokoladı elə bütöv halda usta mən gördüm. Əlavə etdi və elə o isti məhlul içərisində, aha budur krem şantini əlavə edir şokoladın üzərinə. İsti məhlul içərisində elə o kərə yağı, qatılaşdırılmış süd və şokolad əriyir. Əriyə-əriyə də qarışdırırsınız ki, yaxşı-yaxşı bütün o məhlul hamısı bir-birinə bütün o kütlə qarışsın. Sonra verirsiniz soymağa. Soyması üçün, məsəl üçün, usta mən gördüm, yekə bir tavaya əlavə etdi o məhlulu ki, tez soysun. Soyudu mu, vəssalam, təkrar qaytarırsınız qazana və fikir verin. Bir çömçə o şokoladlı məhluldan, bir qədər krem şanti su arasına. Boğaz hissəsi dar olduğundan məni incitdi. Aha, heç problem deyil, özünüzə elə şey dərd eləməyin. Əsas odur ki, onun dadı gözəldir. Çünki mən onun ətrindən duyuram artıq dadının gözəl olduğunu. Bir çömçə şokoladlı desertdən, bir qədər krem şanti sıxılır arasına. Ay, mən təsəvvür edirəm necə dadlı olacaq bu. İstəyən nə edə bilər? İstəyən xanımlarınızı içərisinə çərəz və ya şokoladla doğrayıb əlavə edə bilərlər. Ay, nə maraqlı görünüşü var. Diqqət edin. Qara, ağ, sonra yenə qara. Maraqlı görünüşü var. Elə dadına ki 100% çöz olacaq. O vaxtda həri almağa gedəndə şirin çay verirdilər, yarısı ağ, yarısı. Sən bilirsən də onu necə eləyirlər? Bəli. Mən nə şirin çaylar hazırlamışam. Nə şirin çaylar hazırlamışsan sən. Və üzərinə kakos da əlavə edə bilərsiniz. Ağ şokolad ola bilər. İstəyirsiniz qozun, fındığın üyüdülmüşünü əlavə edin. Ay, gör, təsəvvür eləncə dadlı olacaq onda o. Şokolad, krem şanti, burada qoz fındığın üyüdülmüşü. Gör, indi nə dad olur da o. Nyam. Ağzımız suyu axır bu arada. Tural usta, əldən zirəngi ol, bayram süfrəsi açıram. Bayram süfrəsi, açın, görək bayram süfrəsi.
Südlaçımız da hazırdır. Bu arada mən südlaçın dadına baxmaq istəyirəm. Orada bir dənə qalmışdı, tək o mənimdir. Mən tez bunun dadına baxım. Tamaşaçıların gözü qarşısında xahiş edirəm. Onun birinci mən degustasiyasını aparmalıyam burada. Yam 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 yam. Hələ də qaynar deyə fikir ver. Mən elə bilirəm soyuyub. O nə qədər çox soyusa bir o qədər daha ləzzətli olur. Aha. Çox qəşəngdir, çox. Həqiqətən karamel dadır. Çox qəşəngdir, çox. İnanıram ki, tamaşaçılarımız... Ay mama, əlim yanır bu arada. Bax, necə ki, Facebookdan yazırdınız, bizə öyrənmək istəyirdiniz, bilmək istəyirdiniz ki, pirtədə bişən sütlaçla, sobada bişən sütlaçın fərqi nədir? Bax, budur fərqi. Fərqi budur ki, bu sütlaçın tərkibində kartof nişastası var və onun üzü qazmaq salandan sonra bax, belə karamel dadı verir. Sobada bişməyin özəlliyi də budur. Məcid burada mənə revizorum payından qazmaq ötürür. Biraz sındı amma tez bunun da dadına çox bax. kövrək olduğu üçün. Ay, qazmaq. Nuş. Necə danışım indi? Nuş. Çox qəşəng. Olan üstü bugün sizin ikinizə də 5 verirəm. Təşəkkür edirəm müəllimə. Müəllimə. Yaman da mən özüm sizdən öyrənirəm. Belə. Tamaşaçılarımıza təşəkkür eləmək istəyirəm. Ustalarımıza təşəkkür eləmək istəyirəm. Çox sağ olun. Nə yaxşı ki varsınız. Allah sizi bizə çox görməsin. Nə sizi, nə sizi mənim əzizlərim. Sabah da eyni vaxtda. Yenə də bayram efirimiz davam edəcək. Sabahda maraqlı, belə gözəl, izdihamlı bir bayram efirimiz olacaq. Bayram süfrəsi açılacaq. Yenə də şirniyyatı bol, süfrəsi zəngin bir süfrəmiz olacaq inşallah. Odur ki, sabah da eyni vaxtda görüşmək ümidi ilə sizinlə bugünlük sağollaşırıq və sizə hələlik deyirik. Sağ olun. Sağ olun.